kitabın ağacını görmək lazımdır, strukturunu. Bu kitabın içində girib itmək olmaz. Siz olub, bəzən görmürsünüz, metroda gedirsiniz imtahana. 10 gün hazırlaşmışsınız tələbəçilik vaxtı. Amma metroda sürətli oxuyanda baxırsan ki, necə hər şey yadda qalır elə bir şey. Çünki siz onda kritik oxumursunuz. Siz stres altında oxuyursunuz. Beynin sağ tərəfi işə düşür. Beynin sağ tərəfi başa düşür orada nə var. Bizdə uşaqlar elə deyirlər ki, kitabı pozma. Əslində kitabı pozmaq lazımdır. O zaman kitab sizin olur artıq. Baxsaz bir çox xarici liderlərə, məsələn Vladimir Putin görsəz ki, o həmişə qələmlə oxuyur. İnsanlar elə bilirlər ki, o zəiflik əlamətidir. Xeyr. Yəqin ki, onun bir təlimçisi olur. İnsan əslində qələmlə və ya barmaqla oxumalıdır, çünki onun gözü onu rahat görsün və zaman keçdi, sürəti artıra-artıra. Siz çalışın söz-söz oxumayın. Söz-söz oxumaq səhvdir. İnsan beyni bir söz oxuduqca, söz-söz beyinə ötürdükcə sözlər arasında əlaqə qura bilmir. Çalışın 3-4 sözü birdən götürün. Siz bu gedişlə onda 1 dəqiqəyə 1000 söz oxuya bilərsiniz. Yəni ki, 1 dəqiqəyə 1000 söz 5 səhifə deməkdir, kifayət 4 səhifə. Fotoqrafik oxumaqla isə bir kitabı hətta 25 dəqiqəyə, 20 dəqiqəyə bitirə bilərsiniz. Kitab oxuyanda bir şey başa düşməzsə dayanmayın. Sizin beyniniz ümumi şəkli görəcək onsuz da. Siz davam edin. Dayanmaq lüğətə baxım görün bu mənası nədir? O səhv yanlış addır.